Hamının ahırı bu qara torpaqdır. Deyir daş olsaydın her yerdim, torpağıdım dayandım. Baba, hamı ölecek? Hamı bala, hamı. Yeryüzünde ne kadar məxluq var, hamısı ölecek. Ben de öleceğim. Ha? Yok, yok bala, sen ölmeyeceksin. Sen böyüyeneceksin, elə bir şey tapılar ki, adamlar ölmesin. Baba, sen öleceksen. Ha, ben öleceğim, öleceğim. İstəyirsən öyle şey tapacaklar ki adamlar ölmesin. Ona benim yaşım çatmaz. Onu tapınca ben ölerim. Baba, bu nedir? Bizim kentdə belə bir adət var bala. Qəbr üstə həmişə şəkil çəkərlər. Bax, at çəkiblər. Ha, bu Zülfüqar kişinin qəbridir. Rəhmətlik Mehtəridir. Bu da Şahi Məmmədin qəbridir. Görürsən, üstə samavar çəkiblər. Bəs o nədir? Dikiş maşınıdır bala. Bir zingir Sadıq vardı. Dərziydi. Yaxşı paltar dikərdi. Onun qəbridir. Baba, bəs orada niyə heç nə çəkməyiblər? Yəqin bu elə adamların qəbridir ki, onların heç bir işi, heç kəsin yadında qalmayıb. Yaşayıblər, ölüblər və səlam. Ona görə də adamlar bilməyiblər ki, üstündən nə çəksinlər. Qoyublar elə belə boş qalsın. Baba, bəs sən qəbrində nə çəkəcəklər? Heç nə. Heç nə. Axı mən nə eləmişəm? Mən kiməm? Bağban. Nə olsun? Meynələr mənə babamdan qalıb. Mən də onlara qulluq eləmişəm. Vaxtında yerini işləmişəm. Kəsmişəm. Axı nə olsun? Bax o alma ağaçlarını əkmişəm ha. Allah eləsin onlar yaxşı tutsun. Böyüsün. Çiçək açsın. Onda qəbrimin üstündə onların şəklini çəkərlər. Gündə 3 dəfə içsin. Sabah yenə baş çəkərəm. Arxayın ol. Sağ ol. Vəziyyəti çox ağırdır. Sizdən nə gizlədim Əli?